Yaşar məni cəlb edirdi. Deyir, sən mənim atamın yadigarısan. Xəstəxanadan çıxan kimi Türkiyədən birinci gəlirdi mənim yanıma deyməyə. Deyirlər, sən onun qardaşısın. Atadan biri, anadan Arif. Arif Quliyev. Mənimlə bir yerdə orta məktəbdə oxuyur. Amma bir dəfə gəlib mənə demədi ki, Tahir, gəl sən də mənimlə çəkil. O paxıllıq işi əvvəldən olub da. Bir dənə epizodda, mən demirəm mənə qlavını rol verir. 60-cı illərdə hər adam oradan keçə bilməzdi. Bir dəfə atamı soymaq istəyəndə biri tanıyıb, divara buraxmadı, bu Əsmənin əlidir. Hicran tamaşasında bütün aktyorların ayaqqabısından tutmuş paltarı, kostyumuna mən aparırdım onları. Aktyordan direktor olmaz heç vaxt. Yadınızda saxlayın bunu. Bura gel bura. Bura gel. Biraz gel. Ay, stop. Ay. Adın nedir bala? Adım Tahir'dir. O bıyık Tahir sensen. Mənəm. Tapşır olmuşsan. Mən ticarətdə işləyirdim. Alma satırdım, mandalin, apelsin zat. Mən yaxın idim Lütfəli Abdullayevin evinin yanında. Orada Lütfəli Abdullayev gördü ki, mən orada işləyirəm, eləyirəm. Onun bizdəki bir dənə adam Zammaq var idi. O qayıtdı Lütfəliyə dedi ki, bu adam aktyor. Mən də axşam fakültəsində axşam oxuydum mən. Gündüz bekar idim, ona görə orada işləyirdim. Dedi ki, biz bunun bir dənə musikomediya necə eləmək olar falanca. O da baxdı mənə diqqətlə. Dedi, mən düzəldərəm. O da necə düzəltdi? Şəmsi Bədəlbəyliyə dedi, teatrın direktoruna. Dedi, belə bir adam var falan filan. Sonra dedi ki, gedə bilərsən. Get, Şəmsi müəllimin yanına gir. Şəmsi müəllimin yanına girdim. Şəmsi müəllim dedi ki, məndə ştatda yer yoxdur. Xorda da yoxdur, aktyor ştatı. Səni mən götürəm səhnə maşinisti. Amma Turdavoyda yazacağım ki, sən işləmirsən, dvornik, yəni süpürgəçi. Dedim, problem yoxdur Şəmsi müəllim. Onsa bu Turdavoy qalacaq, burada musikomediya axıracaq. Özümlə musikomediyanı oxuyuram mən, axırıncı kursdayam falan. Yəni, dedim, lap yaxşı. Və məni təsəvvür incəsənət aləmdə yeganə adamam ki, mən süpürgəçi vəzifəsini götürürlər. Amma işləmişəm səhnə maşinisti. Və o səhnə maşinisti işləyəndə Lütfəli ilə mən ötürürdüm onu evə axşam tamaşadan sonra. Çünki onun evinin yanından mən piyada qalxırdım. Mən Kubinkada böyümüşəm. Kubinkadakı alverçiyə olan yerdir. Təsəvvür elə. Ona görə orada təsəvvür elə ki, Siyavuş bir dəfə mənə qayıtdı ki, sən Kubinkada yaşayırsan. Mənim üzüklərim var mənim. Onu satmaq istəyirəm. Çünki Hacı Baba Bağırov yaxşı geyinməyi vardı. Maşın sürməyin arası yoxdur. Yəni maşına həvəsi yoxdur. Amma Siyavuş hər il görürsən ki, bir dənə, iki dənə maşın değişirdi. Xarici maşın falan. Yəni maşın həvəskarı idi. Amma Hacı Baba Bağırov yox. Mən də dedi, sən Kubinkada yaşayırsan. Dedim, mən indi o maşınla getdi Kubinkaya. Mən də üzdən tanıyıram. Orada böyüksəm də orada olmamışam. Səhər getmişəm teatra. Axşam da evə gəlmişəm tamaşadan sonra. Heç məhəllədə mənə çoxsu da tanımırdı. Bu bir, qayıtdım ki, bir nəfəri görürəm, o alverçidir. Oturdum maşını, çağırdım onu, oturdum maşına. Falan, dedi ona ki, bəs məndə üzüklər var. Özü ki, az yox, 30-40 dənə, balaca üzüklər. O da gedəndə xaricə belə götürürdü, eləyirdi. O vaxtda da sən deyən o qədər ancaq maaş işləyirdilər. Bir də qastrola gedəndə onda qazanırlar. Belə daşbaşı yox idi. Yəni bu bir. O da dedi ki, məs baxdı Siyavuşa, həmin o maşında o sürürdü. Təsəvvürlər ki, dedim ki, Siyavuşdur bu. Dedi, sən nə iş, təsəvvür ki, bu adam sən demə qumarbazdır, mən də nə bilim, Siyavuşu tanımır. Siyavuş da baxır mənə, deyir ki, kimdir nə bu? Deyir, mən alverçidir. Təsəvvür elə ki, bu adam televizora baxmır da, heç kimi tanımır incəsənətdə. Ancaq bu işlə məşğul olur. Götürdü, verdi buna 30 dənə, 40 dənə üzüyü, o da ona pulunu verdi. Pulunu verəndən sonra 5 gün, bir həftədən sonra görürəm Siyavuş gəldi teatra. Dedi, Tahir, mən ona təzədən, mənə üzü vermişəm, o pulu mənə vermir. Dedi, mənim yanındakı sənə verdi. Dedi, verdi. İndi mən də bir 30 dənə də vermişəm ona. Amma
vermir, deyir, verərəm. Verərəm, bir aydır gözləyirəm, vermir. Qayıtdı mənə dedi ki, dedilər ki, o qumarbazdır. Dedim, valla mən tanımıram, amma üzdən tanıyıram. Yox, mən dedim, axı sən mənsiz 20 göç verirsən ona. Pulu al, sonra ver də üzü. Nə bilim, dedi ki, verirəm sənə filanca. Bunu deyəndən sonra bu bir ayda keçir. Sonra mən də anama dedim, məhəllədə, anama dedim ki, Siyavuşun pulunu alıp, üzüyünü alıp, pulunu vermir, eləmir. Dedi, yaxşı. Anam dedi, yaxşı. Anam da, indi bunu da deyim ki, Kubinka'da tanınmış adamdı. Ne məhəllədə evlər arası üzüyü satılmış. Üzüyü. O kimdense alırdı diye ki 10 manata satırdı, 12 manata, 15 manata belə. Belə də evi döndü. Evdar qadın idi. Ama bu cür. Anama dedim, anam da boy arvattı. Qorxurdular Kubinka'da ondan belə kişi kimiydi. Ondan keçin mənə bu güldürmeyi. Anam güldürən idi. Arvadları öldürərdi güldürməkdən, söhbəti zaten. O vergi keçin mənə anadan gəlmə. Anama dedim ki, plan kes, pulu alıb eləməyib. Keçdi bir yana olmasın bir 3 gün. Bir de gördüm bu maşınla geldi. Həmin o adam. Geldi, salamlaşdı mənə falan. Qayıtdı dedi, ya yekə kişisən, gedib anıma demişsən, eləmişsən böyle. Yox, Siyavuşa qayıtdı dedi ki, sen o, hardan tanıysan o? Tahir'in anasını dedi, tanıyıram da. Falan. Getirdi pulu qaytardı ona. Sonra Siyavuş bana dedi ki, Anun sen ne işine bakır? Dedim, heç nə, o mənə pulumu gətiriblər, buyurdular mənə. Heç kim ondan ala bilməz. Hər iyi, haydi, sevindi Siyavuş falan. Təsəvvür ki, bir dəfə atam taksi şoför işləyib. Onun Kubinka'da park var, indi də var o park. Zabitlər parkı. Təsəvvür ki, o vaxtı 60-cı illərdə hər adam oradan keçə bilməzdi axşamlar. Bir dəfə atamı soymaq istəyəndə biri tanıyıb, deyib, ala buraxmır, o məsmənəlidir. İndi təsəvvür edin, məsmənəlidir, buraxsın, onu buraxıblar. Atamı buraxıblar, təsəvvür elə. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, Aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Anamla Kubinka'da belə də boy arvatı da, dilli dilavər falan, bu da var. O ticarette işləyəndə o məndəki aktyorluq şeyi var idi. Mən orada o vaxtı oturdu vardı, mandalin, apelsin, zada falan. Mən məsəl üçün görürüm 20 nəfər dayanıb, 20 nəfər. Qabaqda ticarətdən nədən kazanırdılar? O qabdan kazanırdılar. O qabın o 200 qram bara, o 200 qramdan kazanırdılar dedilər. Mən baxırdım belə, görürdüm ki orada 10-cu adam diqqətlə tərəziyə baxır. Diqqətlə. O şey istər-istəməz mən başladım o 200 qramı yerində verməyə. 200 qramı verirdim də, yəni düz verirdim. Birdən arvad oradan çıxdı, Oçurtdan Rus qadın idi. Dedi, o sizi alladır, sizi o setkada əlində arvad alıb, o alladır orada tərəzidən falan. Arvad yetmək istəndə dedim, yox, Diyanə, hara gelsən? Aldım tərəzinin, setkanı qoydum tərəzinin üstünə, 50 qram artıq çıxdı. Hamı dedi, baxır ya. Obursunu dedim, obursu da ondan qabaq dayanıb bırak da. Ondan məndən qabağım. Dedim, yaxın gəlir, ola da qorxulur. Yox, gəl buraya, necə? Oradan adam gəlib, ziyirlər ki, güya mən tərəzidə alladıram. Onu da çəkdim, gördülər ki, mən düz vermişəm. Hamı qaldı mətə ki, küçdülər onun üstünə, həmin adamsına. İndi məsələ burasıdır ki, o 10 nəfər gedəndən sonra o aradakı 200 qram bırakmışdım. Onlardan çıxdım bu 200 qramı. Bu şey istiyorum, məsələ burasındadır. Əzizimə Elə aktyorlar vardı ki, adam hamı qalırdı heyran. O cür aktyorlar. İndi o cür belə tanınmış aktyorlar azdır. Sayson 3 nəfər, 5 nəfər ola bilər. Yəni bir var rol oynayırlar. Bir də var ki, sənət göstərirlər.
sənədi də hər adam göstərə bilmir. Yəni bu vergili sənətdir ümumiyyətcə. Yəni həm bəstəkar, həm aktyor, həm dramaturq. Yəni ona görə də bu canında olmalıdır. İnstitut qurtarmaqla deyil, canında olmalıdır hər bir insanın. Orta yaşında da olanda da, yaşlı da olanda da ancaq vergili olmalıdır bu insanlar. Əvvəla bir dənə yaxşı rejissorlar yoxdur. 2-3 nəfər var. Məsəl üçün, bunlardan misal çəkə bilərəm Ramiz Həsənoğludan. Ona görə ki, o aktyor seçimi bilir. İncəsənət İnstitutundan, başqa yerdən axtarır. Məsəl üçün, mədəniyyət evlərinə gedir, baxır. Və o hansı tamaşaları qoyubsa, tamaşalar nəyə görə əla çıxıb? Aktyor seçimidir. Hər rejissor aktyor seçimi eləyə bilmir. Prosta düzdür, o vaxt da belə olub. İndi də bəzilər adı olsun ki, bunlar İncəsənət İnstitutu qurtarıblar. İndi siz deyən kimi, hər adamdan da operator olmur. Çünki onun canında olmalıdır. Çünki çoxsu deyir, nə var ya, aparatı tuturam, çəkirəm, xeyr, belə deyil. O bilməlidir, hansı yerdən başlamalıdır, hardan qurtarmalıdır. Söhbət onunla gedir. Həm də o hər bir insanın bilməlidir də, yəni canında olmalıdır. O sənət canında olmalıdır. Yəni oxumaqla deyil. Mənim bir dənə bəxtim onda gətirib ki, mən tanınmış adamlarla oturub durmuşam. Onlar məni cəlb ediblər. Mən yox. Bizim cavan aktyorlar var ki, çalışır ki, tanınmış adamın qılığına girsin. Amma mənə deyirlər, sən filan kəslə oturub durmuşsan, çəkilişdə olmuşsan, nəcə demirsən, sənə vəzifə versinlər, iş versinlər, yola keçirsinlər. Nəsə mənə aktyor sənətində rol verməmişdilər. Çünki mən ancaq təsərrüfat işləri üzrə, administrativ işlər aparırdım mən. O işləri görürdüm. Təsəvvür edirsiniz ki, Hicran tamaşasında bütün aktyorların ayaqqabısına tutmuş paltarı, kostyumunca mən aparırdım onları, geyindirirdim, eləyirdim, baxırdım. Ondan sonra onlar paltarları mən götürürdüm, verirdim. Deməli, musiqili komediyanın səhnəsinə də verirdim. Onlar onu istifadə eləsinlər. Əsas budur. Söz zapasım çoxdur. Amma ki, utanmaq var, yerimi bilirəm. Məsəl üçün, hamı qalırdı mətərgahı, bu sən bəz gör kimlərlə oturmuşsan, durmuşsan. Yaşar məni cəlb edirdi. Deyir, sən mənim atamın yadigarısan. Gedirdi özündən, gəlirdi teatra. Xəstəxanadan çıxan kimi Türkiyədən birinci gəlirdi mənim yanıma deyməyə. Gəlirdi, sabırı var, ötürən vardı onu. Gəlirdi, otururdu kukla teatrında yanımda, zakaz verirdi orada çayxanada, Lalə çayxanası var, neçə illər işləyir ki, orada yemeği zat düzəlsinlər, eləsinlər falan. Yoldaşı deyirdi ki, imkan vermə, içki içməsin. Deyirəm, yox, qoymaram da, icazə ver. Amma sigaret çəkirdi. O sigaret də ziyandır. O gələndən sonra, o xəstəlikdən sonra ona olmaz o qədər sigaret çəkmək. Və yaxud qıraqda bəlkə haradasa şey elirdi, içki deyilirdi, azmaz. Amma olmaz. Ona görə o balaca, o barədə məsəl üçün, onu yıxan elə balaca baxanda içki yıxdı. Çünki o çox içirdi. Hara gedir restoranıza da, məsəl üçün toylarda da mənə deyirdi ki, bir dənə sözü deyirəm, olmaz, olmaz. Hələ toy başlamayıb. Deyir ki, gör neynirsən də. Deyirəm, yox, olmaz. Çəkirlər, baxırlar, görürlər. Yeganə adam almış ki, mən onu güldürə bilirdim, o cür adamı. Çünki söhbət əsnasında mənə söz gəlir, əzbərləyən söz yoxdur məndə. Mən niyə görə hamısının ünsiyyətini qazanmışam? Hər adamla mən danışanda elə danışıram. Onlar özləri qalırlar mətər. Təsəvvür edirsiniz ki, Ələkbər Məmmədov, o cür məşqçi. O mənə tanımır, mən onu tanıyıram. Gördüm, oturmuşdu bulvarda, Skameykada. Mən onu dəvət edirdim teatra. Çay zad verirdim. Mənim yanıma qonaqlar gələndə çay zad verirdim. Tüstür açırdım, yüngül varı. Belə. Dedim, mən vəzifəli adamlarla oturub durmuşam falan zad. O nəyə görə bunu dedi? Mən ki saydım ki, mən kimlərlə oturmuşam, artistlərlə. O da dedi, mən də mən dəvət edirdi. Vəli Axundov çağırıb mən, hörmətim var idi, məsələn, tanıdı. Yaxşı insan olub, çox belə yumuşaq adam olub, mülayim adam olub, insan olub. Yəni, belə bir məşqçi, düz deyil, imkan vermədilər. Bizdə Azərbaycanda belədir ki, o vaxtlar. Yəni, gərək nəsə bir xəstələnsin, ya ölümündən sonra tərifləyirlər, eləyirlər ki, belə şey olmaz. İndi təsəvvür edin ki, nə adı, Adil İskəndərov kimi sənətkar. O öləndə 5 nəfər adam olub yanında. Təsəvvür edirsiniz.
5 nəfər adam olub, Adil İskəndərov kimi adam. İndi halbuki onu tərifləyirlər. SSR xalq artisti, o kinostudiyanın direktoru olanda, necə hamı qorxurdu onu görəndə, koridorda ki, sən xeyir olsun, koridorda nüş gəzirsən. Amma insan adam. Onu da yanına məni göndərdi Əliağa Ağayevin oğlu. O hicran tamaşasında Şəmsi Bədəvvəli qoymuşdu o tamaşanı. Onun da köməkçisi Vaqif Ağayev idi. O incəsənətdə dərs deyirdi. Adil İskəndərovun da yanında o müəllimlik eləyirdik. O göndərdi Adil İskəndərovun yanına ki, get ora, mən tapşırmışam. Mən də getdim yanına, düzdür. Çağırdı orada dublasın redaktoru vardı, yaşlı adam idi. Dedi, qadan, bunu götürürüz, orada komik oğlandı bu, ona dublajda da rol verir. Ha. Orada da hər rejissorun da öz adamı vardı, verirdi. Mənə də bir-iki dənə verirlər, nə oluyor, balaca. Mesela təsəvvürlə ki, atı saxlamaq lazımdır. Sən deməlisən bunu. Yəni xırda şeydə, mən də gedim deyim ona ki, biz mənə vermədilər, eləmədilər, eləmədim. Məsəl üçün, Arif Quliyevlə. Mənə bir yerdə orta məktəbdə oxuyub. Arif Quliyev. Sonra bizi göndərdilər. Onu göndərdilər Mingəçevirə, o getdi orada aktyorluq eləməyə. Getdi. Amma ki, sonra çıxdı, televiziyada oynadı, elədi. İmkanı da vardı, pulu da vardı, hörmət eləyirdi. Amma bir dəfə gəlib mənə demədi ki, Tahir, gəl sən də mənə çəkil. Çünki o məni bilirdi ki, mənim ətrafımda yığışırdılar, ətrafımda. O paxıllıq işi əvvəldən olub da. Çəksin məni qabağa, eləsin məsələsində. Məsələn, tanınmış adamlar vardı. Çəksinlər, bir dənə olanın kəlməsi, nə var aktyor? Mən gəldim Mədəniyyət evinə müdür gələndə 160 manata. Hamı deyirdi, bu maaşı adam işləyər. Deyirəm, sənətim budur da. İndi təsəvvür et ki, mən bu boyda Mədəniyyət evində işlədim bir 10 il. 10 ilin ərzində mən kimləri oraya çağırmamışam. Nəsibə kimi adamı orada olmayıb. Bir beyvətdə olmayıb ümumiyyətcə. O cəmaata deyirdi ki, Tahirdən müğayyət oluruz. O vaxtı onlar, o zaman vaxtında paraxodla gəlirdilər. Qabaq yol yox idi. Asfalt yox idi. Yəni maşınlar buradan keçsin. Amma bu paraxodla gəlib. Tamaşa oynadı. Bizdə də o da hər deməli artistlər 50 nəfərlik, 100 nəfərlik yerə getmirlər. Onlar sevirlər 300-500 nəfərlik yerə. Çünki pul aksabı var. Plan verməlilər hökumətə. Amma Nəsibə kimi xanım gəldi, mənim tamaşamda oynadı. Mən onlar üçün şirin süfrə açdım. Belə olmayan kimi. Bir də görürəm biri şampanskini götürüb cibinə qoyur, orada sumkasını qoyur. Deyirəm, atam, bunu vermişəm ki, siz burada içərsiniz. Sizdə aparmaq yoxdur. Yedi var, apardı yoxdur. Yığışmış 10 nəfərəcən gəlmişdi, vardı bir nəfər. O elə nə görür, götürür, yığışdırır, aparır. Bax, burada gəldi, o səhnədə dedi, Tahirdən müğayyət olur falan. Bax, bu cür adamlar, Siyavuş kimi adam, kukla teatrına, bunlar olmuyor heç vaxtı. Çünki onlar balaca yerə gəlmirdilər, eləmirdilər. Ancaq mənim tanıdığıma görə, hörmətim olduğuma görə onlar gəlirdilər. Bax, bu da var. Sonra da məsəl üçün təsəvvür edin ki, filmə çəkilirəm mən, rejissorlar da, Tofiq Tağızadə kimi rejissor. Çox maraqlı bir sünnədir. Maraqlı odur ki, ona 10 il kino vermədilər çəkməyə. O cür adam halbuki, indi onu deyirlər, ondan yoxdur, o belədir, belə. Halbuki, mən şahidəm, bunların içində olmuşam mən. 10 il bu adam kukla teatrına gəlirdi, vermirdilər kino ona, mənlə nerede oynayırdı, təsəvvür edirsiniz. Çay içirdik orada, otururdu, dedi, sən mən çəkəcəm kino. Elə oldu ki, o filmi çəkiləndən sonra, o axırıncı filmində, sonra mənimlə görüşəndə, dedi, Tahir, bağışla, mən səni yadımdan çıxartmışam. Dedim, yox, çünki mənim cavan vaxtımda, institut vaxtında, bütün rejissorlar dedi ki, sən bizim nəzərimizdə varsan. Mən yeganə adamam Respublikada, mən hamısının nəzərində varam. Hələ o özü böyük şeydir ki, nəzərdə mən varam. Dedim, yox, o haçan indi olar da. Halbuki bu adam bir dənə epizodda, mən demirəm mənə qlavını rol ver. Yox, bunu verir də, mən gəlin, gedin falan zat məsəl üçün. Bu da Əli Abbas Qədirov kimi aktyor. Yox idi. Mən teatrın yanına keçəndə, dedim, Əli Abbas müəllim, arada orada çıxmışız teatrdan. Nəyə görə sonra mübahisə ilə oldu bir nəfərlə. Ona görə o ürəkdən ağrıdı, elədi. Dedim, sən direktor
Nuş Keştin direktor. Qayıtdı dedi ki, Tahir, mənə dedilər, dedim, bana deyərlər, aktyor. Aktyordan direktor olmaz heç vaxt. Yadınızda saxlayın bunu. Ona görə ki, 100 nəfərin 50'si səni istəyəcək, 50'si yox. İstər-istəməz ona mübahisə edəcəklər. Yəni ki, bir-birinə. Sən bunlara züvaniya vermək lazımdır. Sən nöş vermədin, nöş demədin, eləmədin. Bax, bu da var. Deyir, valla dedilər mənə. Dedim, yox, nə olar dedilər. Bu bir. Düz gəlmir də məsələsində. Dedim ki, o da ürəkdən getdi, o da yazım. Kinostudiya mənə dəvət elədilər filmə çəkilməyə. Nəsimi filminə. Nəsimi filmində deməli aktyor seçirdilər, edirdilər. Mən də getdim ki, orada bir bəlkə balaca bir epizod rol versinlər. Elə oldu ki, epizod vermək istəyəndə, deyəndə səhnə var orada, vuruşma səhnəsi var. Məni mindirdilər ata, 2 nəfər mindirdilər ata. Deyirəm ki, mən at sürməmişəm, şəhər adamıyam. Maşın sürə bilərəm, at sürə bilmərəm. Əşi, yox, sən burada nə var? Sən bir də, deyirəm, yaxşı, sən mənə verdin bu ipi tutmağa. Bu yandan da mənə nizəni versən, bir də qalxanı. Onu neyle mən tutum? Deyirlər, bir tər tut da. Hala necə bir adam çatmadı ona görə. Məni də mindirdilər ata. Özü 2 nəfər adam. Mindirdilər. İndi deyirlər, vuruşma səhnəsi gedir. Mənim atım ot yiyir. Əməli, vuruşurlar, qırırlar bir-birini. Bu ot yiyir. Rejissorun atını gəldi, nöş vuruşmuşsan. Deyirəm, necə vuruşum? Belə eləyim, yalandan belə. Yox, gələk kimsə gəlsin üstümə ki, mən vuruşum da. Nə danışsan? Yox, bu azdır bu. At azdır, o da giyir. At qarşı mənə çıxartdılar səhnədə. Bax, söhbət onda. Deyirəm, mən minə bilmirəm. Yıxıldım ona görə çıxartdılar. Saxlaya bilmirəm axı özümü. Ona görə bir dəfə də Eldəniz Zeynalov atdan yıxılmışdı, əzilmişdi, eləmişdi. Hər adam at sürə bilmir axı. Məsələ burası, mən instituta girəndə, bığla girmişəm təsəvvürlə. Bığla. Arif Quliyev 3 dəfə kəsilib imtihanda. Mən isə məni qəbul edən Müxlis Cənizadə idi. Qəbul elədi, yəni imtihanda. Mən bığla girdim və bığla da oxuyurdum. Çox maraqlı bir dənə odur ki, instituta bığla götürmürlər, o yüzden aktyor sənətində. Çünki bığı yapışdırırlar lazım olanda. Mən kalın bığım vardı, Stalin'in bığına oxşuyurdu, qaşımdaki Brezilya'nın qaşına oxşuyurdu, iri qaşım, hamı qalırdı. Bu bir. Məsələ burasındadır ki, imtihan vaxtı Rıza Təhması dedi, oğlum, bu nədir bu bığ saxlamışsan, belə olmazsa sən aktyorsan. Dedim, Rıza müəllim, yoldaş profesör. Mən filmə çəkirəm, ona görə saxlamışam bu bığı. Nə deyim da, başqa söz deyəmmən amma lazım olarsa incəsənət naminə, nəinki bığımı, qaşımı da qırxaram. Ki, profesör dedi, daha sözüm yoxdur, getdi özündən. Dedi, o başqa mı? Çıxmaq lazım da, həmin vəziyyətdən çıxmaq. O vaxtı hamı da görür, mən bığ deyirəm da, bığ da. Gör nə cür bığdır ki, hamı bığdan danışır. İri bığlar, təsəvvür elə, iri. Ki, bu bığla da mən... Bir də o bığdan sonra mənə kimsə tanışdırır ona da, ya bığ Tahir deyirdilər, bığ Tahir. Yaşar Nurlu da tamaşada deyir ki, bığ Tahir sənsən, deyirəm, mənəm. O bığ Tahir sənsən? Mənəm. Həbşir olmuşsan. Sənin işin düzəlməyəcək, mən də ağlayıram, düz deyirsən, mənim işim çətin düzəlsin. Sonra da mənə dedilər, kukla Tahir. Çünki kuklada işlədiyimə görə 35 il orada işləmişəm təsəvvürlə. Ona görə bütün aktyorlar mənə xətimi istəyir. Müdür məni təntənəyini yola saldı. Pensiya çıxanda Rəşad müəllim məni yola saldı. Bu sənətə də menecer yoxdur, pul bıraxan yoxdur, dəhşət budur. Başqa respublikalarda pul bıraxırlar. Yəni bu da var. Bizdə qıraqdakı restoran açır, obusunu açır, onu açır, bunu açır. Amma aksyora eləsin yoxdur. Məsələn, bizim məsəl üçün Beybətdə yeganə bir dənə adamdır ki, baxmayaraq 2-3 nəfərin pulu var, amma eləməklə arası yoxdur. Məsələn, xanlar kimi adam bütün xeyir şərdə kəndi təmin edir, cəmaatı yola verir, eləyir, nə lazımdır, tikdirir, düzəldir, eləyir. O cür adam, məsəl üçün, 30 ildir mən pensiyaya çıxmışam, məsəl üçün, mənə hörmət eləyir, nə lazımdır, deyir, mən sənin qulluğunda hazır. Amma belə adamlar azdır. Yəni, bu da var, siz deyən kimi, kimsə meneceri eləsin, sponsorluq eləsin, yoxdur. Mən tamaşa qoyanda mədəniyyət evində, aktyorlar dəvətlərində xanlar kimi adam gəlirdi, deyirdi, Tahir nə lazım, dedim, sənin sağlığına. Deyir, yox, sən o cür sənətkarları çağırmırsan, nəsə lazımdır, təşkil edirdi,
hamı razı gedirdi. Çünki o vaxt aktyorlar quru maaşa baxan adamlardır. Hamı sevinirdi, şad olurdu. Deyir, bir gələn sonra haçan düşsən biz gəlirik. Təsəvvür edirik. Bax, bu adamlar siz deyən kimi kinoya pul bıraksınlar yoktur. Bax, bu da var. O siz deyən kimi ona görə aktyorlar var. Hep aktyorlar hazır. Yəni axtarıb tapasan, eləyəsən. Ona görə çoxsu siz deyən kimi gedirlər, nə verirlər deyə də keçinmən ki. Yad elədiniz məni, tanışdırdınız məni. Çünki mən çox şəhərə deməli çıxmadığıma görə deyirdilər ki, desə rəhmətə gedib bu. Sonra mən zəng verdim yoldaşlara, dedim ki, yox sağam, prosta da çıxmıram, eləmirəm. Çünki rejissor lazımdır ki, gəlsin, dəvət eləsin, siz deyən kimi. Həmin epizoda, demirəm mənə başı ola, epizod. Çünki məndə Allah Teala tərəfindən verilib, mimika verilib mənə. Çoxsu məni Yaşarı oxşadırlar. Deyirlər, sən onun qardaşıdır. Deyirəm, babala, yox da. O da deyirdilər, deyirəm, mənə həri. Da məcburam yalandı danışmaya. Deyirəm, həri, mən atadan biri, anadan ayrı. Həri, demədən, məcbursuz mən bunu deyim. Hamı qaldı mətə. Oxşadırdılar ona. Minnətdaram, sağ olsun, var olasın.